Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzi tərəfindən bugün təşkil edilən sınaq imtahanında informatika fənni üzrə yazı tələb olunan suallar var. 88, 89, 90-cı sualları hal-hazırda görürsünüz. İlk sual alqoritm blok sxeminin qurulmasına aiddir və belə ki, elə o sualdan da başlayaq. Sual budur, daxil edilən 20 natural ədəddən ən böyüyünü tapıb çıxışa verən alqoritm blok sxemini qurun. Deməli, 20 ədəd daxil olunacaq, 20 dənə ədəddən ən böyüyünü axtaracağıq. Bizim üçün bu 20 natural ədədi test edəcəm, burada yoxlayacağam. Ona görə hələlik 20 deyil, bir 5 ədəddən ən böyüyünü tapılmasını yazacağam. Sonra təbii ki, 5-i 20-yə dəyişəcəyik. Deməli, biz ilk olaraq 20 dənə ədəd daxil eləməkdən ötürü bizim öncədən sayımız bəllidir deyə inputa n yazmağa ehtiyac yoxdur. Və başlanğıc olaraq i bərabərdir 1 və burada da yazıram, bunu kiçik ilə yazsaq yaxşı olacaq. i bərabərdir 1 yazıram və davamında olaraq burada yazıram ki, nə qədər ki i kiçikdir, bərabərdir 20. İndi 20 çox olacaq deyə hələlik 5 yazıram, sonra bunu dəyişəcəm. Sadəcə bunu deyək. Deyək ki, 5 ədəd daxil edəcəyik. Və ədədləri burada daxil eləməyə başlayacağam və input deyirəm. Artıq həmin ədədlərdən birini bura daxil elədim. Bu ədədi mən nə iləsə müqayisə aparmalıyam. Və qeyd edim ki, bu suala uyğun olan sualı elə YouTube kanalımızda izah edib öncədən paylaşmışdıq. Əvvəlki videolarımızda var. Və burada artıq bizim bir başlanğıc nöqtəmiz olmalıdır və onu müqayisə apara bilməyimiz lazımdır. Əslində 20 natural ədəd dediyinə görə problem yoxdur. Amma ümumi olaraq belə bir şey də yaza bilərik sözsüz ki, başlanğıca bir qiymət daxil edəcəyik. Həmin o qiyməti gəlin burada input deyək. Və burada A yazıram. Həmin o 5 dənə daxil edəcəyim ədədlərdən birini bura daxil edim və ilk daxil elədiyim hələ ki deyirəm ən böyükdür. Max bərabərdir A yazıram. İndi ədədlərdən birini burada daxil eləyəcəmsə, daha 4-ünü burada daxil eləməliyəm. Odur ki, i bərabər i plus 1-i yazaq. Bundan sonra deyəcəm. Odur ki, burada artıq mən bir məsələni unutmamalıyım. Deməli, burada 1-in daxil edəcəyimizə görə, bu dövrə görə də 5-in daxil edəcəyim və sonuçta 6 dənə mən ədəd daxil etmiş olacağım. Ona görə burada kiçik bərabərdir yox, kiçikdir 5 yazsam artıq mən 5 dənə ədəd daxil etmiş olacağım. Dediyim kimi, 1-in burada, daha 4-ünü burada. Həmin bu daxil etdiyimiz ədədi artıq müqayisə aparmaq üçün bizə ifə ehtiyacımız var. Həmin deyirəm ki, bu daxil etdiyim A ədədi mənim ilk başda daxil etdiyim ədəddən böyükdürmü? Böyükdürsə, o zaman elə maksimum ədəd artıq bu A olsun da, yəni bayaqki artıq kiçik qaldı. Max bərabərdir A oldu. Və burada yoxlayırıq. Output-a da həmin bu max'ı çapa verək. Max'ı da burada yazmış olduq. Və yoxlayacaq bu proqrama xas declare burada çalışdırıram. A-nı yazıram və i-ni yazıram. Bir də max'ı yazıram. İstifadə etdiyimiz dəyişənləri bura qeyd elədik və yoxlaya bilərəm. Məsələn, 5 dənə ədəd daxil edəcəyimizə görə 68, 79, 32, 54 və 17 yazdım. 79 ən böyük ədəddir. İndi burada isə avtomatik olaraq 5 yerinə biz 20 yazsaq, məsələ həlli tapılmış olacaq. Deməli belə. Təbii ki, bu belə deyək də geniş şəkildə yazılmış bir üsul oldu. Burada artıq hamısı mənfi, müsbət ya da mənfi, müsbət olsa da bu işləyəcəkdir. Amma burada sırf bu misala görə başlanğıc qiyməti maksimumu da 0-dan götürüb yenə də 20 dənə daxil edib o 0-la da müqayisə apara bilərdiniz. Keçirik 89-cu sual. Klaviatura ilə daxil edilmiş en böyük bir sayda müxtəlif natural ədədlər içərisində cüt olan ən kiçik ikinci ədədin rəqəmləri cəmini çap edən proqramı Python dilində yazın. Deməli, baxırıq ki, burada ədədlər daxil olunub və bu ədədlər içərisində cüt olan 2 dənə ədəd var deyəsən, yoxsa yox. 56 var, 54 var, 60 var. Ən kiçik olan burada 54-dür, ən kiçik. Və ikinci ən kiçik olan isə 56-dır, ən kiçik. Və 56-nın da rəqəmlərin cəmi 11 verir. Deməli, biz n sayda ədəd daxil edəcəyik. Həmin daxil etdiyimiz ədədlərdən cütlərə baxaq və həmin cütlərdən də artıq ikincini tapmaq rahat olacaq. Bunu da gəlin burada yazırıq. Deməli, burada yazaq. 89-cu sualı isə bu şəkildə yazıram. Biraz böyüdək, hər kəs rahat görsün. Deməli, n sayda, n bərabərdir int input. N sayda ədəd daxil edəcəyik. Bunu da yenə də fərqli variantlarda yoxlaya bilərik. Mənim ilk başda bir siyahı götürəcəm və for ilə yazıram. For i in
in range yazıram n. Belə yazdım. Yəni bu o deməkdir ki, n sayda dövr işləyəcək və hər dəfə dövr işləyəndə bir dənə ədəd daxil edəcəm. Yenə də A-la işarə etsək, A bərabər int input. Mən burada daxil etdiyim ədədləri bir siyahıya atıb sonra oradan cütlərə də baxa bilərəm, amma belə yazacağam. Elə burada yoxlayacağam. Əgər ədəd cütdürsə, A faiz 2 bərabərdirsə 0-dırsa, deməli ədəd cütdür. Cütdürsə atıram S siyahısına. Həmin A-nı bura atdıq. Bura atandan sonra artıq baxaq görə biz nə iş gördük? Bir dənə bunu yoxlayaq. Print S. Burada yazıram. Deməli 4 dənə ədəd daxil edəcəm. 65, 78, 91 və 16. Baxdığımıza görə burada siyahımızın içərisində yalnız cütlər var. Bu aydındır. Amma indi bizə lazımdır ki, ən kiçik deyil, ən böyük də deyil. Sadəcə ikinci kiçik olan ifadəni çapa verək. Odur ki, belə bir şey deyəcək. Bilirik ki, istəyirsiniz bu print də qalsın burada izaha görə. Siyahıda kiçikdən böyüyə düzmək üçün sort istifadə edirik və bunu gəldim. S.sort yazılır. Bu şəkildə yazırıq və bunu yazdıqdan sonra biz yenə də bir nəticə olsun deyə bunu göstərəcəm sizə. Daxil edirik. Alt ədəd daxil edirəm bu dəfə 12, 17, 98, 35 və 46, bir də qaldı 28. Deməli belə bir ifadə yazdıq. Bizim cütləri atdı bura. 6 ədəddən 4 dənə cütümüz var, atdı bura və sonra sorta görə görürsünüz ki, 12, 28, 46, 98 kiçikdən böyüyə doğru sıraladı. Axırıncı ən kiçik 12-dir. Bu da budur. Bilirik ki, siyahılarda da indeks söhbəti var və 0-cı indeksdən başlayır. Deməli, mən çapa gəlib burada birinci indeksi versəm, nəticəni tapmış olacağam. Odur ki, bu da qalsın ki, hələ ki, görəsizliyə deyirəm. Əslində, özünüz yazanda bunlara ehtiyac yoxdur. S1. S1 yazdıq. Artıq bu S1 dediyimiz həmin o element. Amma bizdən bunu da soruşmurdu. Məsələ şərtinə bir daha baxsaq, bizdən soruşulan budur ki, ən kiçik rəqəmləri cəmini çapa verəcəyik. Rəqəmlərin cəmini tapmaqdan ötürü bunun rəqəmləri fərqli şəkildə ola bilər. Yəni 3 rəqəmli, 2 rəqəmli, tək rəqəmli. Buna görə də bir qiymət götürməyimiz lazımdır. Deməli, belə yazıram. Ən yaxşısı T bərabərdir. S1 yazdım. Artıq həmin ədədi burada götürdüm. Bunu götürəndən sonra bunu biz əlavə olaraq sətirlə də yazmış ola bilərik və ya da ki, while ilə də yaza bilərik. Hansı rahatsa onu seçə bilərsiniz. Yəni elə while-ı yazıram. While T 0-dan böyük olduğu müddətdə sözsüz ki, bizim cəm üçün bir başlanğıc qiymətə ehtiyacımız var. K bərabərdir 0 götürürəm. T 0-dan böyük olduğu müddətdə mən Q bərabərdir T faiz 10 yazıram və K da bərabərdir. K üstə gəlir. Həmin bu Q-ni gəlirəm və K da bərabərdir. T də bərabərdir. T bərabərdir. T bölək 10. Artıq mən ədədin rəqəmini tapacağam və rəqəmi də üzərinə gələcəm və yekunda mən ümumi rəqəmlərin cəmini tapacağam. Print və burada yazıram K. Bunu yazdıqmı və yoxlaya bilərik artıq. Hamısı çapda da görünəcək ki, biz nələr yazırıq. 6 yazıram, 32, 15, 98, 75, 36 və 48 yazdım. Və görürəm ki, burada axırdan ikinci ən kiçik ədəd 36-dır. Bunu gördüm və 3 ilə 6-nın da cəmi 9-dur. Bu şəkildə verildi. Təbii ki, fərqli qiymətlər də ala bilərsiniz. Bunu forla da yazmaq olar. Bəlkə də hansısa abituriyentimiz o şəkildə yazıb. Deməli, onu da əslində göstərə bilərəm. Bura qədərki hissələr yəqin ki, aydındır. Burada artıq bu hissədən söhbət gedir. Bunu mən belə yazmayacağam. Deməli, yenə də K bərabər 0. For I in STR T yazacağam. Artıq mən bunu çevirdim sətrə. Sətrə çevirdim ki, for olar, sətr olar içərisində gələcək və K da bərabərdir. K üstə gələk int I yazacağam. Artıq bunu mən sətrə çevirdiyimə görə belə bir nəticə almış olduq. Deyək ki, 36 dediyimiz artıq belə deyil, dırnaq arasında 36-dır. 3 və 6-nı toplayacağam və ən nəhayət K-nı çapa verəcəm. Və int-ə də ona görə çevirəm ki, 36 sətr tipində olduğuna görə 3 və 6 da sətr tipindədir və ona görə də bundan yekunlaşdıra bilərsiniz. Ümid edirəm ki, diqqətdən nəsə qaçırmadıq. Keçək növbəti sualımıza. Klaviaturadan daxil edilmiş n sayda natural ədəd içərisində tək və cüt ədədlərin sayının
hasilini çap edən proqramın Python dilində yazın. Deməli, yenə də ədədlər daxil edəcəyik. Təklərin sayını 1 sayaq, cütlərin sayını 1 sayaq və ən nəhayət bunları vuraq bir-birinə. Əslində bunu da yenə də siyahı ilə də yaza bilərik, ya da ayrıca da yekunlaşdırıb yaza bilərik. Yazaq görək başımıza nə gəlir. Deməli, n sayda ədəd daxil edəcəyik. N bərabər int input. Bayaq n sayda ədədi for ilə yazmışdıq, amma indi gəlin for yazmadan yazaq, yəni while ilə yazaq. While-i də müxtəlif şəkildə yaza bilərik. Belə yazıram, while n böyüksə 0-dan. Mən artıq bir dənə ədəd daxil edəcəm. A bərabərdir int input deyirəm. Bu ədədləri daxil edəndən sonra bunu yoxlamalıyam ki, təkdir yoxsa cütdür və təkə görə, cütə görə də ayrı-ayrı sayın saymalıyam. Deməli, t bərabərdir 0, təklərin sayıdır və eyni zamanda cütlərin də sayı bərabərdir 0, belə yazdım. Və burada da yoxlayıram, if a faiz 2 bərabərdir 0-dırsa, bu cütdür. Cütdürsə, cüt bərabər cüt plus 1 və eyni zamanda S-də də yazıram. Deməli, cüt deyilsə təkdir, o zaman da tək bərabər tək plus 1. Cütləri, təkləri bu şəkildə yoxladıq və bundan da sonra nə edirik? Print cütlərin sayını vururuq təklərin sayını. Bu şəkildə yaza bilərik. Baxaq görək, biz istədiyimizi aldıqmı, almayacaq. Niyə? Çünki burada biz n böyük 0 yazdıq, amma dövrün də yekunlaşması üçün n çıxaq 1-i də yazmalıydıq. Bunu unutmuşduq. M-1 yazdım. Deməli, yenə də ədəd daxil edirik. 7 dənə ədəd daxil edəcəyik. 25, 32, 16, 7 və 38. Neçəsi qaldı? 1, 2, 3, 4, 5 hələ də qalır. 78 və 12 daxillədik. Cavab bizə 10 verdi. Baxsaq, görsək ki, həqiqətən elədir. 25 təkdir, 7 təkdir. 2 dənə tək var. 32, 16, 38, 78, 12. Gördüyünüz kimi 5 dənə də cüt var və bunu da yazmış olduq. Yəni burada bu şəkildə yazdıq. Hətta belə də eləyə bilərsiniz. Bəlkə də bunu yenə də o şəkildə yazanlarınız var. Ctrl V dedik. T bərabərdir bir siyahı açırıq. C də bərabər siyahı açırıq. Bu arada belə də yazılışı yəqin ki bilirsiniz. Nöqtəli vergüllə yaza bilərik. Bunu alt-balt yazsaq belə yazmış olacaq. Eyni şeydir. N böyükdür 0, A bərabər int input, A faiz 2 bərabərsə, yəni o zaman C nöqtə append. Mən cütləri atıram C-yə, təkləri də atacağam T nöqtə append deyib. Atacağam sözsüz ki T-yə, T siyahısına. Və yekun olaraq artıq bizim T-də təklər var, C-də də cütlər var. Onların da sayını tapmağını bilirik. Heç bir problem yoxdur. Len funksiyasından istifadə edilməklə tapa bilirik. Len C vuraq, len T deməklə bunu da yekunlaşdırmış ola bilərik. Və yoxlayaq. Yenə də gəlirəm burada. 6 yazıram. 32, 15, 73, 41, 98 və bir dənə də yazaq 16. 9 verdi. 6 dənə ədəddən baxsaq 32, 98, 16 cütdür. 15, 73, 41 təkdir. 3 dənə tək, 3 dənə cüt var və 3-ü də 3-ə vuranda 9 almış olduq. Belə, dəyərli abituriyentlər, əlimizə gələn suallar bunlar idi və bu sualların da izahını yazaraq sizə dəstək olmağa çalışdıq. Uğurlar, xoş izləmələr. Növbəti videolarda görüşənədək. Sağ olun.